Hadisə nəticə əlaqəsinin doğru verildiyi bəndi müəyyən edin. Ərəblərin Bələncər şəhərini tutması, Xəzərlərin Azərbaycana yürüşlərinə son qoyulması. Ərəblər Bələncər şəhərini 722-ci ildə tutub, Xəzərlərin Azərbaycana yürüşlərini isə 8-ci yüzilliyin sonunda son qoyulubdur. Xürrəmlər hərəkatının başlanması, Əməvilərin vergi siyasətinin yumşaldılması. Xürrəmlər hərəkatı Əməvilərə deyil, Abbasilər sülaləsinə qarşı idi və Xürrəmlər hərəkatı zamanı Əməvilər sülaləsi artıq hakimiyyətdə deyildilər. Əməvilər sülaləsinin hakimiyyətinə 750-ci ildə son qoyulub, Xürrəmlər hərəkatı isə 778-ci ildə başlayıbdır. Birinci Həştadsar döyüşü Bəzz qalasının Ərəb ordusu tərəfindən tutulması yanlışdır. Birinci Həştadsar döyüşü 829-cu ildə olur. Məqsəd Bəzz qalasını tutmaq olsa da uğur qazana bilmirlər. 837-ci ildə tuta bilirlər. Abbasilər xilafətinin parçalanması, Azərbaycan dövlətçiliyinin bərpası. Doğrudur, 9-cu yüzillikdən xilafət parçalanmağa başlayır və Azərbaycanda feodal dövlətlər yaranır. Cavanşirin uğurlu xarici siyasəti, Sasani asıllığına son qoyulması yanlışdır. Cavab D bəndi.